Госпожа министр, добро пожаловать в Azərbaycan. Azərbaycana xoş gəlmisiniz. İlk sualımız ölkələrimiz arasında münasibətlər barədədir. Bütövlükdə Azərbaycan ilə Gürcüstanın qonşuluğunu necə qiymətləndirirsiniz? Здравствуйте, мне очень приятно сделать это интервью с вами, потому что я очень люблю вашу страну. İlk növbədə icazə verin sizin hamınızı ölkənizdə ən mühüm bayram olan Novruz münasibəti ilə təbrik edim. Birinci dəfədir ki, bu bayramda Bakıya gəlirəm və Bakı baharı mənim çox xoşuma gəlir. Ölkənizi, Bakını çox sevirəm. Bu mənim Xarici İşlər Naziri kimi bura ikinci səfərimdir. Yəqin yadınızdadır, hökumətimiz işə başlayan kimi baş nazirimiz Brüsseldən sonra dərhal Bakıya gəldi. Bu Brüsseldən sonra baş nazirimizin ilk səfəri idi və onu mən müşahidə edirdim. Bu səfər keçən ilin dekabrında olub. Məni ölkənizlə çox şey birləşdirir. Burada olmağımdan məmnunam. İndi isə terrorizmə qarşı mübarizəyə dair beynəlxalq konferansda iştirak etmək üçün gəlmişəm. Bundan başqa səfər çərçivəsində mən Azərbaycan prezidenti ilə, baş nazirlə, parlament sədrinin birinci müavini ilə və əlbəttə həmkarım Xarici İşlər Naziri ilə görüşmüşəm. Mədəniyyət naziri ilə çox maraqlı görüşüm olub. Bir sözlə bu çox səmərəli səfər olub. Düşünürəm ki, bu ölkələrimiz arasında münasibətlərin səviyyəsini nümayiş etdirir. Yaxşı münasibətlərimiz təkcə qonşu olmağımızdan irəli gəlmir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Bu təkcə ikitərəfli münasibətlərdə deyil, çoxtərəfli münasibətlərdə də özünü büruzə verir. Bizim çox sıx iqtisadi əlaqələrimiz, bir çox ümumi layihələrimiz var. Belə hesab edirəm ki, Azərbaycan və Gürcüstan bu əməkdaşlığı, strateji tərəfdaşlığı inkişaf etdirməlidir. Çünki bu regionumuzda sabitliyin çox mühüm amilidir. И Азербайджан, и Грузия должны развивать, потому что она является очень важным фактором стабильности в нашем регионе. Regional layihələrin həyata keçirilməsi zamanı Azərbaycan-Gürcüstan əlaqələrinin əhəmiyyətini nədə görürsünüz? Нас связывает много региональных проектов. Bizi bir çox regional layihələr birləşdirir. Neft və qaz kəmərini misal göstərmək kifayətdir. Bunlar Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kəmərləridir. Əlbəttə ki, hazırda həyata keçirilən yeni layihəni də qeyd etmək lazımdır. Bu əməkdaşlığımızda mühüm mərhələ olacaq. Bakı-Axalkalaki-Qars dəmir yoludur. Bu dəmir yolu bu il açılacaq və ümidvaram ki, ölkələrimiz üçün çox faydalı olacaq. Bundan başqa Azərbaycan ilə birlikdə GÜAM, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bir sıra çoxtərəfli formatlarda iştirak edirik. Qeyd etdiyim kimi, təkcə iki tərəfli deyil, çox tərəfli münasibətlərimiz də əhəmiyyətlidir. Bir neçə gündən sonra Azərbaycan və Türkiyənin Xarici İşlər Nazirləri Gürcüstana səfər edəcəklər. Belə üç tərəfli formatımız var. Biz onu Trabzon formatı adlandırırıq. Bu format ilk dəfə keçən il həyata keçirilib. Bu il isə ikinci görüş Batumidə olacaq. Orada biz üç ölkəni birləşdirən məsələləri müzakirə edəcəyik. Belə məsələlər çoxdur. Siz Gürcüstanın iqtisadi inkişafına sərmayə qoyan bir ölkə kimi Azərbaycanın rolunu necə qiymətləndirirsiniz? Azərbaycan является очень важным экономическим фактором для Грузии, потому что Azərbaycan Gürcüstan üçün çox mühüm iqtisadi amildir. Çünki Azərbaycanın Gürcüstana birbaşa investisiyaları lap çoxdur. Ölkəniz iqtisadiyyatımıza qoyulan sərmayələrin həcminə görə ikinci yeri tutur. Təkcə keçən il Azərbaycan sərmayəsinin iştirak etdiyi 134 müəssisə qeydə alınıb. Belə müəssisələrin sayı 500-dən çoxdur. Bu onu göstərir ki, bizim bir çox iqtisadi əlaqələrimiz var. Gürcüstana yönəldilən bütün birbaşa investisiyaların 12%-i Azərbaycandandır. Bu çox şey deməkdir. Biz çox istəyirik ki, belə müəssisələrin sayı daha da artsın. Çünki belə qonşu yardımından yaxşı heç nə ola bilməz. Üstəlik, bu əlaqələr regionda sabitlik və yaxşı münasibətlər üçün çox əhəmiyyətlidir. Такие связи очень важны для стабильности и для хороших отношений в регионе. Qeyd etdiyiniz kimi, bu il Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması nəzərdə tutulub. Dəmir yolunun Gürcüstan hissəsində tikinti işlərinin gedişi barədə nə deyə bilərsiniz? Мы содерживаем план этих работ. Zənnimcə biz planda nəzərdə tutulan iş cədvəlinə əməl edirik. Gürcüstan tərəfindəki hissənin tikintisini bu ilin sonuna başa çatdırmağa heç nə mane olmayacaq. Biz nəinki Avropanı Asiya ilə birləşdirəcək. Həm də Əfqanistandan Avropaya uzanan çox mühüm nəqliyyat yolu olacaq. Yeni dəmir yolunun açılışını səbirsizliklə gözləyirik. Biz ölkələrimiz üçün bir çox müsbət dəyişiklikləri bu layihə ilə əlaqələndiririk. Так что мы связываем с этим проектом много позитивных эффектов для наших стран. Xanım Nazir, müsahibəyə görə çox sağ olun. Sağ olun.